Məndən soruşsalar ki, bürclərin içində ən saf qəbli, ən təmiz bürclərdən, ən düzgün bürclərdən biri kimdir, mən deyərdim. Mən heç düşünmədən deyərdim ki, bu həmin bürcdür və başqa bürclər xahiş edirəm mənfi rəylər yazmasınlar. Bu bürcün nümayəndəsi ən az yalançılığa, ən az fırıldağa, yəni qoşulan bürclərdəndir. Bunlar heç zaman öz dostunu, öz sevdiyi insanı yarı yolda qoymaz, satmaz, fırlatmaz, allatmaz. Bu bürcün nümayəndələri həmişə öz zəhməti ilə nə edirlərsə, öz zəhmətləri ilə edirlər. Hansısa bir işi aşırtmaq üçün kiməsə yalvarmazlar. Kiminsə, üzr istəyirəm, altına yıxılmazlar. Bu bürclər mərd bürclərdir. Ona görə bəzən bu bürcləri işlədiyi yerlərdə sevmirlər. Nəyə görə? Çünki onlar açıq sözlüdürlər. Onlar hər şeyi düz deyirlər. Fikirləşdiyini deyirlər. Heç vaxt fikirləşib deməzlər ki, kiminsə xətrinə dəyər, kiminsə xətrinə dəyməz. Əgər hansısa bir hadisə orada düzgünlük yoxdursa, onlar onu o dəqiqə deyərlər ki, sən bunu düz eləmədin. Bu həqiqətən də belədir. Onların lap düşməni olur olsun. Əgər o düşməni də düzdürsə, hansısa bir düz fikir söyləyibsə, onlar onu təsdiq edəcəklər. Çünki onlar həmişə düzgünlüyün tərəfdarıdırlar və bu insanlar hər adamın dostu olmazlar. Ən azı onlar qədər olmalıdır ki, bu insanlar, bu bürcün nümayəndələri o insanlarla dostluq eləsin. Amma bir dəfə qırıldısa ürəkləri, onlar salam verə bilərlər, bəli, amma əvvəlki kimi olmayacaqlar. Bunlar bir də əvvəlki kimi olmayacaqlar. Ona görə bu bürclərdən ehtiyatlı olun. Həm sevgidə, həm dostluqda. Sakın bunları aldatmayın. Və bu bürcün nümayəndələri təbii ki, brend olan buğa bürcləridir. Eşq olsun buğalara.